Bugün ayın 29 Mart 2026-cı il 21-23. Bu da mənim baş prokurorluğa ünvanladığım məktublardan daha bir şahid ərizəsi göndərək. Müvafiq olaraqsa məlumat veriləcək qeyd olunub, amma 2019-cu ildən etibarən heç bir məlumat verilmir. Deməli, Yusuf adında bir Alfons var, Dövlət Təbii Xidmətinin əməkdaşı, Vahabisi. Özünü sığortalamaq üçün və məni tutturmaq məqamını gizlətmək üçün və əlbir olduğu şəxslərin cinayətlərinin əsas cinayəti olan narkotik dövriyyəsinin izini itirmək üçün baş prokurorluqda Yusifin həyat yoldaşının qardaşı işləyir prokurorluqda, ondan istifadə eləyir. Və bunlar da bizim dəyərli general Əbülfət Rızayevə hələ də məruz olunmayıb. Baş mütləqi cinayətkarlıqla mübarizə idarəsinin rəisi general mayor Əbülfət Rızayev olmağına baxmayaraq, onların şəxsi heyəti Mirqafar Seyidovun havadar, himayədar, narkotacir, farsa meyilli Mirqafar Seyidovun tapşırıqlarını icra eləyirlər. Xüsusi xidmət orqanında işləyən əməkdaş Alatava ərazisində yaşayır. Bu cinayətkar qruprovkanın başına duran şəxs Fikrət adında bir şəxsin qonşusudur. Özü Vahabidir. Mediaya nəzarətdə işləyir və bundan əvvəl də paylaşımlarımda onun rüşvət planları barədə, Yusif xidmətinin rüşvət planı barədə, qondarma elektron e-polis xidməti barədə müraciətlərim olub. Yusif xidmətinə ayıb olsun, Yusif xidmətinin rəisinə ayıb olsun. Yusif xidmətinin rəisi hesab eləsin ki, evə apardığı o rüşvət pulunu ona əziz olan, ona doğma olan xanımlarının, mən hesab edirəm ki, bu adam xəstəlik pulunu aparıb evinə. Mən belə hesab edirəm. Çox təəssüflər olsun ki, Mirqafar Seyidov da bu narkotikə, bu təxribata qoşulub, təxribatçılara qoşulub. Azərbaycan dövlətinin əleyhinə olan bandaya qoşulub. Bu bandanın da bir kök gedib çıxır Amerikaya. Onun da adı Hacı Cəfərdir. Məlum məsələdir ki, bu bizim narkotacir Məhəmməd Paşazadənin yaxın qohumlarından biridir. Gördüyünüz ki, bu mütəşəkkil bir qruprovkadır, bandadır. Mənim də başıma açılmayan oyun qalmadı. Azərbaycan polislərinin bir növ kriminal aləmin adamları ilə əlbir olaraq yaratdığı bir cinayətçi qruprovkadır ki, həmin bu qruprovkanın daxilində oğru Arifin ailəsi də var. Özünü kriminal avtoritet hesab edən İlqar, hansı ki, əslində 11-ci cəzaçəkmə müəssisəsində olanda sintezator İlqar və hətta İlqarə ləqəbi ilə çağırılıb. Və həmin ərəfələrdə mən səhv eləmirəmsə, etmirəmsə, cəzaçəkmə müəssisəsində bir növ ən hörmətli adamlardan da biri olub. Biləcəri istiqamətində yaşayan bir insan və o dünyasını dəyişib, amma sağ olanlar da var. İlqar adında şəxs olub cəzaçəkmə müəssisəsində İlqarə ləqəbində biri. O hal-hazırda da bu cinayətkarlıqdan hələ də əl çəkməyib. Digər Kənan Hacıyevə baş əməlçi İbrahim, NZS-in direktoru Kənan Hacıyevin rakdan əziyyət çəkən pozğun bacısı, hansı ki, atası tərəfindən dəfələrlə zorlanıb 14 yaşında. Yəni bunlar bir qruprovkadırlar Azərbaycan dövlətinin əleyhinə. Kapital Bank tərəziduğu, Azərpost tərəziduğu narkotik dövriyyəsini məhz sosial şəbəkələrin idarə edilməsi vasitəsilə edirdilər, həyata keçirirdilər və zakladka adlanan narkotik vasitələrin xarici bariqaların güya ki, əli ilə küsələrə atılmağı da məhz bunların törətdiyi cinayətlərin bir hissəsi, əsas hissəsi olub. İndiki vəziyyəti nəzərə alsaq Azərbaycan dövlətində, yəni İranlıların bu farsların bizə qarşı olan meylini nəzərə alsaq, bizə qarşı olan kinini nəzərə alsaq, buradan da artıq bu insanların daha əvvəllər də İranla olan münasibətləri aşağı şəkildə göstərir. Çünki məhz narkotik vasitələri bu şəxslər İrandan gətirirdilər. Mənə özlərinin verdiyi məlumatlara əsasən. Hal-hazırda bugün bizdə bir daha qeyd edirəm 21-27-29 Mart 2026-cı ildir. Buna baxmayaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunda hələ də bu şəxslərlə bağlı heç bir tədbir görülmür. Bu cinayətçi qruprovka Azərbaycan dövlətinə qarşı qərəzli surətdə qəsdən yaradılmış bir qruprovka olub. Bir neçə məqsədləri olub bu şəxslərin. Əsas məqsədləri Azərbaycan təhsilini çöktürmək. Digər məqsədləri Azərbaycan xalqını narkomana çevirmək, silah alverini, pnevmatik, travmatik silahların satışı ilə, alver etməklə Azərbaycan gənclərini kriminala cəlb eləmək, WhatsApp yazışmalarının satışını həyata keçirməklə Azərbaycan ailələrini dağıtmaq, Kapital Bank və Azərpost tərəziduğu isə sadəcə olaraq bu Çinli
pis niyyətli insanların öz Azərbaycan xalqına qarşı olan nifrətini nümayiş elətdirə bilsinlər deyə və Azərbaycan xalqını və dövlətini daxilən dağıda bilsinlər deyə Kapital Bank və Azərpost tərəzici bu şəxslərə ancaq və ancaq maddi kömək kimi lazım idi. Mən vəziyyəti belə qiymətləndirirəm və bu şəxslərin əsas məqsədləri məhz Azərbaycan təhsilini məhv etmək olub, Azərbaycan gənclərini məhv etmək olub, Azərbaycan ailələrini məhv etmək olub. Mənim tanışdığım da, mən səhv eləmirəmsə 2012 idi, 13-cü illər idi mən səhv eləmirəmsə. 13 idi, səhv eləmirəmsə. Bir pozğunla tanış olmuşdum Alatavadan. Mən o vaxt demişdi, bəs yoldaşım işləyir xüsusi xidmət orqanında, elə də böyük vəzifəsi yoxdur. Və daha sonra mən başqa bir pozğunla tanış oldum Süleymanova Xəyaliyyə ilə və həmin ərəfədə Süleymanova Xəyaliyyənin mən bu qrupirovkanın əsas üzvü Əli Hüseyn Salahzadə ilə münasibətdə olduğu barədə məlumatım yox idi. Mənim adım bir cinayət işində hallandı və bu şəxslər mənim cinayət işində adımın hallanmağından istifadə edərək məni o vaxtı Kürdəxana Cəhət Çəkmə Müəssisəsi Elnur bəyin əli ilə, onun qohumu Bəhəddin əli ilə tutmuşlar, həbs eləmişdilər. Burada mənim dostlarım da iştirak eləyib. Ayazgil, Şəfiqil, Sakit hətta. Bugün Sakitin qohumla danışmışam. Elə bilir ki, mənim heç nə xəbərim yoxdur. Mən sadəcə olaraq gülərüz nümayiş elətdirirəm. Məsələ bundan ibarət ki, bu şəxslərin Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə qarşı törətdiyi cinayətlər həddindən artıq çoxdur. Və əsas Azərbaycan daxilində törətdiyi cinayətləri xarici vətəndaşların əli ilə edərək Azərbaycan dövlət daxilində iz itirməklə məşğuldurlar. Buna aiddir son dövrə qədər gedən bu qumar oyunları belə. Hətta kiber qumar oyunlarının arxasında duran şəxslər də elə məhz bu şəxslərdirlər. Həmən bu minvalından, belə deyək də, kimlər ki Azərbaycan dövlətinə, dövlət başçısına, Mehriban xanıma yaxın insanlardırlarsa, həmən bu minvalından həmən şəxslərin də sosial şəbəkəsi ünvanları tapılır və daimi olaraq buna kiberbullying deyirlər də və daimi olaraq ancaq o şəxslər təhqir olunur, ancaq o şəxslər alçaldılır və bu cür şəxslərin sosial şəbəkədən istifadəsi alınmır. Yəni ümumiyyətlə sosial şəbəkədən istifadə edə bilmirsən. Hələ də xüsusi xidmət orqanında oturan bu Alatava ərazisində yaşayan, özünü bu tərbiyəsinin, bu pozğunun, bu ailəsindən xəbəri olmayan şəxsin hələ də çirkin oyunları davam edir. Mirqafar Seyidovla əlbir olaraq. Mən də sadəcə olaraq bir tamaşaçı kimi hələ də bu teatra tamaşa edirəm, görək bu qrupirovkanın fəaliyyəti nə vaxt dayandırılacaq. Bunların başında duran şəxs Hacı Cəfərdir, Amerikada durub, hansı ki Pizza Mizzanın açılmağında, Ayusta şirkətinin açılmağında da məhz maddi dəstək duran şəxs Hacı Cəfər olub. Mənim başım açılmayan oyun qalmadı ki, öz Azərbaycan dövlətinə qarşı törətdiyi cinayətlərin iz itirilsin. Bu yaxınlarda bu xüsusi xidmət orqanı əməkdaşının tapşırığı ilə burada Günəşli ərazisində mən hal-hazırda qalıram. 40 nömrə Astanovkanın yanında. Burada Mahir adına şəxs 12 fevral tarixində Fərhadın tapşırığının çirkin bir oyun qurdu. İz itirmək məqsədi ilə. Buna deyirlər iz itirmək. İz itirmək məsələsini, cinayət itirməsini ancaq xüsusi xidmət orqanı əməkdaşı bilir. Və onunla əlbir olan vahabilər var, onunla əlbir olan media işçilər var və s. Onların heç birinin dövlət təhlükəsizlik xidmətinin hər hansı bir əməliyyatında, ələxüsusda rüşvət əməliyyatında iştirak eləməyi qadağandır. Olmaz. Əgər xüsusi xidmət orqanı əməkdaşı hər hansı bir mülki vətəndaşı və yaxud da ki, digər qurumun əməkdaşını öz necə deyirlər, əməliyyatına cəlb edirsə, arxiv deyilən bir büro var xüsusi xidmətdə. Hansı ki, bu bizim Alatavada yaşayan əməkdaşın ora girməsi və qadağandır. Çünki o media nəzarət edir, ora girə bilməz. Kəşfiyyatçı deyil, kəşfiyyatçı deyil, heç bir Verbov haqqında məlumat da yoxdur. Bir daha qeyd edirəm ki, əgər ki bu şəxsin kimsə verbovka eləməyə ilk növbədə ixtiyarı yoxdur və ələxüsusda dövlət təhlükəsizlik xidmətinin əməkdaşının vəzifəsindən sui-istifadə edərək mülki vətəndaşlarla bir yerdə əməliyyat keçirməsi qadağandır. Hər hansı bir yer, bir daha qeyd edirəm, mülki vətəndaş, hər hansı bir digər dövlət qurumunun əməkdaşı, xüsusi xidmət orqanının əməkdaşları ilə bir yerdə hər hansı bir dövlət əhəmiyyətli əməliyyatda iştirak edirsə, ona verbovkadan keçməlidir. Həmən verbovkada aparılmalıdır. Ya inzibati binanın daxilində və yaxud da ki, digər bir ərazidə hansı ki, bu verbovka aparan şəxslər tərəfindən təyin edilməlidir. Və burada da arxivdə həmən şəxsin adı, soyadı, həmən şəxsin qohumları və s. qeyd olunmalıdır. Hansı məqsədlə verbovka olunub, hansı tapşırıqlar verilib, hansı əməllər
belə deyək də verilib, o barədə qeydlər aparılmalıdır və arxivdə gizlədilməlidir. Bunu heç polis əməkdaşları belə bilməli deyil. Ki, bizim bu Alatavada yaşayan, mediaya nəzarət edən, amma halbuki özünə nəzarət etməyə adam lazım olan bu əməkdaşın çirkin oyunlarının bir hissəsidir. Mən buradan Kamran bəyə səslənmək istəyirəm ki, Kamran Əliyev, cənab baş prokuror dövlət təhlükə altındadır. Azərbaycan dövləti təhlükə altındadır. Azərbaycan prezidentinin düşmənləri var, Azərbaycan dövlətinin düşmənləri var. Mirqafar Seyidova ayıb olsun, ar olsun. General Əbülfət Rızayevin adından saxta sənəd və idarə düzəltdi. Artıq ikinci dəfədir General Əbülfət Rızayev və Mirqafar Seyidov şər böhtan atır. Havadarlığından əl çəkmir. Budur vəziyyət. İndiki vəziyyət. Mən yenə deyirəm ki, mən sadəcə olaraq kənardan bu baş vermiş proseslərə sadəcə olaraq bir teatra baxan bir tamaşaçı kimi baxıram ki, görəsən bu nə vaxt bitəcək? Nə vaxt bizim bu xüsusi xidmət orqanında oturan bu rüşvətxor, bu gözü doymayan şəxsin gözü doyacaq. Yükçü xidmətin əməkdaşlarına ayıb olsun, yükçü xidmətin rəisinə ayıb olsun, həqiqətən ayıb olsun, onlardan gözləməzdim. Bəlkə elə Mirqafar Seyidov məni öldürmək istəyir. Bəlkə Mirqafar Seyidovun özü kimlərsə öldürüb, başqa bir cinayətləri var. Mən Mirqafar Seyidovun başqa cinayətləri barədə məlumatım var mənim. Hansı ki, Azərbaycan dövlətinin əleyhinə törədilmiş digər cinayətləri barədə mənim məlumatım var, bəlkə yükçü xidmətində oturanlar. Bəlkə Mirqafar Seyidov isə rüşvət verməklə, tək narkotikin izini itirməyə çalışmır, başqa cinayətlərin izini itirməyə çalışır. Bəs buna nə deyəcəksiniz? Bəlkə Mirqafar Seyidov isə yalan danışıb, isə rüşvət verib. Bəlkə elə Mirqafar Seyidov elə İranın cəsusudur. Hamıya məlumdur ki, Daxili İşlər Nazirliyində Mirqafar Seyidovun özünə məxsus bir təxəllüsü də var. Necə deyər, Ruslar demişkən, kliçkası da var. Özünü Seyid çağırır bu adam. Buradan məlumdur ki, görsən ki, bu adam İrana meyilli bir insandır. Mənim özümə də çox saylı şəhərlər böhtanlar atılıb. Güya ki, mən özüm də Milli Təhlükəsizlik kimləsə tanışım olub və nəsə iş görmüşəm. Qətiyyən bu mənim ünvanıma atılmış şərlərdir, böhtanlardır. Mənim Azərbaycan Respublikasının şanlı və şöhrətli Milli Təhlükəsizlik Nazirinə heç bir əlaqəm heç vaxt olmayıb. Mən Azərbaycan Ali Hərbi Məktəbindən nizam və insansızlığa görə 3-cü kursdan qovulmuşam və xidmətimi başa vurğulaya bilim deyə, tamamlayayım deyə Murov masivinə vaxt göndərilmişdim, Murovda qayıtmışam. Mənim bütün kurs yoldaşlarım, əskəri yoldaşlarım mənim dediklərimi təsdiq edə bilərlər. Mənim Milli Təhlükəsizlik Nazirliyi ilə heç bir əlaqəm yoxdur və heç vaxt olmayıb. Ola da bilməz. Yəni, mən heç o həmin idarənin əməkdaşlarını tanımıram. Heç yeri gəlin tanımaq da istəmirəm, mənim o əməkdaşlarına nə işim var? Mən niyə tanımalıyam o əməkdaşları? Qoy oranın əməkdaşlarını şeylər tanısınlar. Qoy oranın əməkdaşları öz daxillərində olan Vahabini tanısınlar. Hansı ki, cənab Nağıyev Cənab Nazir Nağıyev dura-dura qamətli nəzzi bildi bu Vahabi ilahiyyatda oturan, onlardan təlimat alır. Və öz çirkin oyunlarında, xüsusi xidmət orqanı əməkdaşlarının adını batırmaq şərti ilə öz çirkin əməllərində, rüşvət planlarında və oyunlarında öz Vahabi qardaşlarından istifadə edir. Qoy o tanısın. Qoy onlar tanısınlar daha doğrusu. Qoy xüsusi xidmət orqanı onları tanısın. Mən tanımaqlarına ehtiyac yoxdur. Mən yetərincə qədər tanıyırlar zaten ki. Ən çox xahiş edirəm buradan Kamran Əliyev cənablarına səslənmək istəyərdim ki, bu təxribatçı Azərbaycan dövlətinin əleyhinə formalaşmış cinayətkar dəstə, onların havadarları ilə bağlı qətiyyət tədbirlər görülsün. Vaxtında bunların qarşısı alınmasa, bunlar daha böyük qələtlər və daha böyük cinayətlər eləməyə qadir bir qruprovkadırlar.